Hamıya salam. Mən Xatirə Əzizxanlı Dərs Evi Tədris Mərkəzinin əməkdaşıyam. Biz Kapital Bank ilə birlikdə Azərbaycan məktəblərində Dəyişiklik Səndən Başlayır layihəsini həyata keçiririk. Bu layihə məktəblərdə olan bullyinqə qarşı mübarizəyə həsr olunub. Bugün sizinlə bullyinq barəsində danışacağıq. Məktəbdə hər birimiz bullyinqlə üzləşmişik. Kimisi qurban, kimisi fəal iştirakçı, bir digəri isə şahid qismində. Bu, uşaqlığımızla bağlı çox da yaxşı olmayan qorxu, xəcalət və çarəsizlik hissi ilə yadda qalan və unutmağa çalışdığımız xatirələrdir. Biz böyüyüb valideyn və pedaqoq olmuşuq, ancaq bullyinq mövzusu hələ də gündəmdədir. Problem çox böyükdür, lakin ona çox az diqqət yetirilir. Aqressiv, zoraki davranış təəssüf ki, çox vaxt uşağın normal inkişafının bir hissəsi və ya onun fərdi xüsusiyyətlərinin nəticəsi kimi şərh olunur. Bu videoda biz bullyinqin nə olduğunu, onun mümkün səbəblərini, bullyinqdə kimlərin iştirak etdiyini, bullyinqlə adi uşaq davasının fərqini, uşağın qeyri-populyarlığının, bir uşağın bütün sinifə və ya məktəbə qarşı aqressiyasının bullyinq olub olmadığını və bullyinqə qarşı mübarizədə adi münaqişəyə qarşı tətbiq olunan üsulların niyə səmərəli olmadığını öyrənəcəyik. Həmçinin bullyinqin iştirakçıları üçün, məktəb üçün və cəmiyyət üçün bullyinqin nə ilə nəticələnə biləcəyini müzakirə edəcəyik. Bullyinq və ya qısnama bir insanın və ya bir qrup şəxsin digər bir insanı və ya qrupu əksər hallarda qrupun dəstəyi ilə ardıcıl, psixoloji və ya fiziki zorakılığa məruz qoymasıdır. Yumruq, itələmə, dişləmə, tüpürmə, hürkütmə, təhqir, söyüş, qəddar zarafatlar, sosial status, din, milliyyət barədə aşağılayıcı şərhlər, cinsi məzmunlu təhqirlər, ələ salmalar, dedikodular, böhtan, əşyaların korlanması, pulun alınması, fiziki zorakılıq, təcrid etmə, ayrı seçkilik, boykot və kiberbullyinq. Bütün sadalananlar eyni insana və ya bir qrup şəxsə qarşı sistematik olaraq baş verərsə, buna bullyinq demək olar. Bullyinqin 3 komponenti var. Birincisi, bu və ya digər formada zorakılıqdır. İkincisi, sistematiklik və mütəmadilikdir. Üçüncüsü, zorakılığın eyni insana qarşı qrup şəklində və ya qrupun dəstəyi ilə törədilməsidir. Bu komponentləri xatırlatmaq vacibdir, çünki digər münaqişəli və mürəkkəb situasiyalar var ki, bullyinqlə asanlıqla qarışdırmaq olur. Onlarla iş üsulları bir qayda olaraq bullyinq halında işləmir. Məsələn, sinifdəki uşaqlardan biri sevilmirsə, heç bir dostu yoxdursa, onu oyuna həvəssiz qəbul edirlərsə, amma ona qarşı zorakılıq yoxdursa, bu bullyinq deyil, qeyri-populyarlıqdır. Qeyri-populyarlıq halında uşaq incik, kədər və tənhalıq hiss edə bilər. Bullyinq halında isə uşaq qorxur, o özünü daim təhlükədə hiss edir. Heç kim uşağa söz verə bilməz ki, o hamının xoşuna gələcək. Lakin məktəb hər bir şagirdin fiziki və psixoloji təhlükəsizliyini təmin etməyə borcludur. Uşağın populyarlığını artırmaq üçün tətbiq olunan adi üsullar şagirdə tamaşada vacib rola getmək, onun maraqları, nailiyyətləri haqqında sinifdə danışmaq, bullyinq halında problemi həll etmir. Hətta bunun əksinə qurbanın üzərinə yeni bir zorakılıq dalğası gətirə bilər. Uğurlu uşağı təhqir etmək daha cazibədar ola bilər. Ona qarşı qərəzli köklənmiş sinifə öz maraqları və xəyalları barədə danışan uşaq daha həssas vəziyyətə düşəcək. Əgər uşaqlar bugün dalaşır, küsüşür, biri digərini vurur, sabah isə əksinə davranırlarsa və ya dalaşıb sonra da birlikdə futbol oynayırlarsa, bu bullyinq deyil, münaqişədir. Münaqişələrdə uşaqlar bərabər hüquqlu qaydada qarşılıqlı münasibətdə olurlar. Mübahisələrdən və davalardan qaçmaq mümkün deyil və belə bir məqsəd qoyulmamalıdır. Uşaqlar öz aqressiyalarını idarə etməyi, hüquqlarını müdafiə etməyi, mübahisə etməyi və barışmağı öyrənməlidirlər. Münaqişə bəzən inkişaf üçün faydalı ola bilər. Bullyinq isə heç vaxt. Bullyingdə tərəflər bərabər olmur.
Bir tərəf həmişə hücum edir, digər tərəf isə həmişə əziyyət çəkir və rollar heç vaxt dəyişmir. Münaqişədə iştirak edən uşaqlar tez-tez birlikdə oynayır, razılığa gəlir və adətən bir-birlərinə zərər vermək istəmirlər. Bullyingdə qurbanın fikri aqressoru maraqlandırmır. Ona yalnız öz sosial statusu və mənfəəti maraqlıdır. Məktəb kollektivindəki münaqişə zamanı müəllim danışıqlar aparan barışdırıcı vasitəçi kimi işləyə bilir. Bu ona görə işləyir ki, münaqişə zamanı tərəflər bərabər hüquqlu şəxslər kimi davranırlar. Bullying zamanı isə qurbanın heç bir hüququ tanınmır və belə danışıqlar aparmaq faydasızdır. Qurban aqressorun və ya qrupun maraqlarını pozmur və onları razılığa gətirəcək heç nə təklif edə bilmir. Aqressorlardan qurbanın onların hansı maraqlarını pozduğunu və niyə ondan razı olmadıqlarını öyrənmək bullyingdə iştirak etmək deməkdir. Bullying halında böyüklərdən kimsə deyirsə ki, mübahisədə həmişə hər iki tərəf günahkardır, o faktiki zorakılıq göstərən tərəfə ittifaqa girmiş olur. Elə olur ki, bir uşaq kimisə təhqir edir, incidir, sataşır, amma digər uşaqlar onu dəstəkləmir və hücumlardan əziyyət çəkənə empatiya göstərirlər. Bu konkret bir uşağın aqressiv davranışı ilə bağlı olan bir problemdir. Qrup bu cür aqressora qarşı birləşirsə, bu bullying deyil. İncidilmiş hər bir şəxs özünü qrupun üzvü sayır, dəstək və müdafiə hiss edir. O rədd edilmir və fiziki zədə görsə də bir qayda olaraq psixoloji cəhətdən istirab çəkmir. Bullyingdə isə əksinə, fiziki zərərin olması mütləq deyil. Məsələn, etinasızlıq və ələ salma zamanı. Ancaq emosional zərər çox ağır ola bilər. Dəstəklənməyən aqressiya halında aqressoru intizamla tərbiyələndirmək, onun davranışının səbəblərini öyrənmək və ünsiyyət qurmaq mühüm və uzun müddətli prosesdir. Bullying halında isə yalnız aqressorla işləmək mənasızdır. Qrup sakitləşən baiskarın yerinə başqa birini irəli sürəcək, yaxud da qrup bullyingi örtbasdır etməyi öyrənəcək. Beləliklə, böyüklərin bullyingin təşkilatçılarını iş üstə tutması çətinləşəcək. Bullying zamanı bütövlükdə qrupla işləmək lazımdır. Bullyingdə kim iştirak edir? Bullying həmişə qrup halında olur. Bullyingdə hamı iştirak edir. Bullyingin iştirakçıları qurban, aqressor, aqressorun dəstəsi və şahidlər. Müşahidəçi çox vaxt bullyingin əsas halqasıdır. Onların qurbanı müdafiə etmək və ya aqressora qoşulmaq qabiliyyəti bullyingin nəticəsini müəyyənləşdirir. İstənilən uşaq qurban ola bilər. Əvvəllər belə hesab edilirdi ki, qurbanlar özünə inamı olmayan fiziki və əqli qüsurlu şagirdlərdir. Sosial vəziyyəti aşağı olan ailələrin uşaqlarıdır. Onlar ünsiyyətçil olmurlar, həddindən artıq qorxaq olurlar. Lakin müşahidələr göstərir ki, bullying dostları olan, normal özgüvənə malik, yaxşı ailə mühitində böyüyən, sosial cəhətdən fəal uşaqlara qarşı da başlaya bilir. Bullyingin yalnız qurbana zərər verdiyini düşünmək yanlışdır. Bullying halı həm qurbana, həm aqressora, həm də şahidə zərər verir. Bullyingin şahidləri ağrılı daxili münaqişə yaşayırlar. Çünki onlar baş verənlərin əxlaq qaydalarına zidd olduğunu hiss edirlər, ancaq dəqiq nəyin yanlış olduğunu dərk edə bilmirlər. Onlar daima qurbanın yerində olma qorxusu yaşayırlar. İstəsələr də qurbanların müdafiəsinə qalxmağa qorxurlar. Dünyaya qarşı inamsızlıq, daxili qeyri-müəyyənlik, özgüvənin aşağı olması, bütün bunlar bullyingə şahidlik etməyin nəticəsidir. Aqressor üçün bullying əxlaqdan uzaq bir təcrübədir. Aqressor uşaqların gələcəkdə həyatda özünü reallaşdırma, ailəsi, dostları və həmkarları ilə yaxşı münasibətdə olma şansları daha az olur. Bullyingin qurban üçün nəticələri. Qeyd edək ki, siyahıdakılar hələ hamısı deyil. Təhsildə yaşanan çətinliklər, dərsdən yayınma, narahatlıq və depressiv pozuntular, özünə inamın nəzərə çarpacaq dərəcədə azalması, sosial nevroz, sosial fobiya, ünsiyyətdə çətinlik,
ünsiyyət bacarıqlarının pozulması, psixosomatik xəstəliklər, digər uşaqlarla müqayisədə 5 dəfə çox intihara cəhd. Bullyingdən əziyyət çəkən uşaqların demək olar ki, hamısı psixoloji travma keçirib. Sonradan onlar müəyyən emosional və davranış xüsusiyyətləri ilə inkişaf edirlər. Bullyingə məruz qalan uşaqlar özləri də qəzəb hissi keçirir. Bunu tez-tez zəif olanların üzərində tətbiq edirlər. Yaşca özlərindən kiçiklərin, heyvanların üzərində. Onlar oyunlarda aqressiv davrana, əsassız qəzəb göstərə və ya əksinə passiv və itaətkar ola bilərlər. Bullyingə qarşı verilən ən geniş yayılmış reaksiya aşağı özgüvəndir. Bu, bullyinglə bağlı psixoloji pozuntuların saxlanmasına və möhkəmlənməsinə səbəb olur. Özgüvəni aşağı olan uşaq günahkarlıq və xəcalət hissi yaşayır. O inanır ki, natamamdır. Hamıdan pisdir. Nəticədə uşağın həm indi, həm də gələcəkdə başqalarının hörmətini qazanması, nailiyyət əldə etməsi, kollektivlə normal münasibətlər qurması çətinləşir. Unutmayaq ki, bullyingin qurbanları çox nadir hallarda özləri kömək üçün müraciət edirlər. Çünki bullyingi normal hal kimi qəbul edirlər. Bullyingin sosial nəticələri də var. İlk növbədə uşaq intiharları nəticəsində insan təlafatı. Uzunmüddətli perspektivdə dözümsüz, qəzəbli cəmiyyətin formalaşması. Hətta biz böyüklər, valideynlər, müəllimlər bullyinglə necə davranacağımızı bilmədiyimiz zaman acizlik və ümidsizlik hissi yaşayırıq. Bullying ümumilikdə məktəb üçün təhlükə yaradır. Qurbanların özlərinə, aqressorlara və günahsız insanlara qarşı zorakılıq risklərini artırır. Müəllimlərin və məktəb rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunma ehtimalını artırır. Bullyingin olduğu siniflərdə akademik göstəricilər həmişə aşağı düşür. Bullyingin normal hal kimi qəbul edildiyi siniflərdə qurbanlara məhəl qoyulmur. Onlar digər sinif yoldaşları tərəfindən rədd edilirlər. Aqressiv davranışa yol verilməyən siniflərdə bullyingin baş vermə ehtimalı minimaldır. Məhz biz böyüklər siniflərdə elə bir mühit yaratmalıyıq ki, bütün uşaqlar özlərini rahat və təhlükəsiz bir situasiyada hiss etsinlər. Valideynlər və ya məktəb rəhbərliyi ilə müqayisədə müəllimin bullyingə nəzarət etməsi daha asandır. Axı müəllim bullyingi dayandırmaq gücündədir. Bununla da sizin də ilk vebinarımızı yekunlaşdırırıq. Vebinarı izlədiyiniz üçün təşəkkürlər. Ümid edirik ki, növbəti vebinarlarımız bullyinglə mübarizə prosesində daha çox köməyinizə çatacaq. Diqqətinizə görə sağ olun. Hələlik.